Salam olsun dostlara, tanışlara, əzizlərə, vətənini, dövlətini, millətini sevən hər bir Azərbaycanlıya. Bir elan, bir məlumat paylaşılıb, buna bir aydınlıq gətirmək istəyirəm ki, yalandan heç kəsi aldatmasın. Deyirlər ki, Azərqaz təzə qərar verib ki, sənədsiz evlərin qazlaşması ilə bağlı. Çox gözəl məlumatdır, hamı da sevinir, əsasən də kasıblar. Evində qazı olmayan şəhid ailələri, qazilər, veteranlar, müharibə iştirakçıları ki, evimizə qaz çəkəcəklər. Sənədsiz evlərimiz qazsız qalıb. Bu sənədsiz evlərin qazsız qalmağının bir çoxunun səbəbini deyim ki, nədir? Azərqaz Sokarın ərazisi, neftin ərazisi olan yerlərə qaz vermir. Bir qaz sayğacı quraşdıra bilmərəm. Hansı ərazilərdir? Hövsandır, Suraxanıdır, Ramanıdır, Binəqədidir, Biləcəridir, Bayıldır. Bir çox yerlər demək olar ki, Bakının bir 60%-i elə neftin ərazisi, Sokarın ərazisi sayılır. Bunlar da illərdir qalıb. 2023 yox ha. Siz prezidentin sərəncamını əsas götürürsünüz 2023-cü ili. Bu evlər illərdir qazsız qalıb. 2015-dən, 2016-dan, 2017-dən bu üzə qazsız qalan evlər var ki, bunlara qaz sayğacı vermirsiniz ki, neftin ərazisidir. İndi də bir yalan məlumat paylaşmışsınız ki, siz rəhm eləmişsiniz bizlərə ki, sənədsiz evləri qazlaşdırırsınız. Sənədsiz evlər, hansı sənədsiz evlər? Aha, gedirsən, yaxınlaşırsan Asan Kommunal mərkəzlərinə, müraciət edirsən, deyir ki, get bələdiyyənin sərəncamını gətir. Bələdiyyənin sərəncamı və yaxud da icra hakimiyyətinin sərəncamı. İcra hakimiyyəti və bələdiyyənin sərəncamı sonuncu dəfə 2007-ci ildə xitam verilib. Ondan bu üzə bələdiyyənin sərəncamı deyilən sənəd yoxdur. 2007-ci ildə olan sərəncamı 2026-cı ildə bələdiyyə verə bilməz. Hamı da gəlib düşüb bələdiyyələrin üstünə, icra hakimiyyətinin üstündəki sərəncam ver, biz gedək evimizi qazlaşdıraq. Bunlar, bu qurumlar ancaq arayış təqdim edə bilərlər sizə. Başqa heç nə verə bilməzlər. Bunu gətirib bu cür şişirtməyə, bu cür cəmaata təqdim eləməyə. Yalnız bir dənə şey deyiblər ki, yəni mülkiyyət sənədi olmayanlar üçün kənd təsərrüfatı təyinatı varsa, o torpaqlara qazlaşmaya icazə verir. O da neftin ərazisinə düşmürsə. Kənd təsərrüfatı təyinatda başqa bir mülkiyyət sənədin olmalıdır. Yəni mütləq şəkildə fərdi yaşayış evi olmalıdır. Bir də kənd təsərrüfatı təyinatı çıxarışım varsa, bu evləri qazlaşdırırlar. Başqa heç bir evə qazlaşmaya icazə vermirlər. Biləsiniz bunu əzizlərim. Yəni bir mənalı şəkildə sizi gedərsiniz Asan Kommunala, Azərqaza müraciət edirsiniz. Sizə yalandan göndərərlər ki, gedin bələdiyyədən sərəncam alın, gedin icra hakimiyyətindən sərəncam alın. Kənd Soveti, bələdiyyə sərəncam verə bilmir. Bu dəqiqə onların nə balansında, nə səlahiyyətində bir sənəd yoxdur ki, sərəncamla sizə torpaq versin. Siz torpağı nə vaxt götürmüsünüz? İndi haçandır. Hətta 2007-ci ildə kiməsə torpaq verilibsə, indi bələdiyyə o sərəncamı verə bilməz. Sərəncam varsa, o sərəncam sizin özünüzdədir. Bələdiyyəyə yaxınlaşa bilərsiniz, bələdiyyə, kənd soveti ancaq sizi arayışla təmin edə bilər. Allah vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycanlı qorusun. İlahi, amin.